Məni izləyən hər kəsə Allahın salamı olsun. Cəmi 15 dəqiqə çox dadlı, dəyişik ləzzətli bir yeməyin hazırlanmasını paylaşacağım. Bunun üçün əvvəlcə tavanı isidirik, duru yağ əlavə edirik. Əgər kərə yağı ilə istəyirsinizsə, kərə yağından da edə bilərsiniz. Daha sonra toyuğun döşətini, bir ədəd döşətini 3-4 hissəyə ayırıram langet halında və o üz bu üz qızardıram. Bir üzünü qızartdıqda pul biber, duz, zövqə görə istot əlavə edirəm. Daha sonra çevirirəm o bir üzünə və hər iki üzünü qızardıram. Toyuqları qızartdıqdan sonra elə həmin yağda da bir ədəd iri soğanı xırda-xırda doğrayıb qovururam qəşəng. Soğan rəngini dəyişdikdən sonra duz əlavə edirəm, yenidən qovururam və daha sonra tərtəmiz yuyub doğradığım göbələyi də soğanın içərisinə əlavə edirəm və hər ikisini bir yerdə qovururam. Göbələk artıq rəngini dəyişdikdən sonra duzunu əlavə elədim, pul biber əlavə elədim. Əvvəlcədən göbələyə duz əlavə etdikdə suyunu buraxır. Ona görə bunu nəzərinizdə saxlayın. İçlik hazır olduqdan sonra əvvəlcədən qızartdığım toyuğun döşətinin üzərindən gördüyünüz şəkildə içlikdən əlavə edirəm və üzərlərini Holland pendiri ilə bağlayıb istəsəz sobada da edə bilərsiniz, amma tavada da eləmək olur. Qapağı bağlayıb vamxodda qoyuram qazı və 5-6 dəqiqəyə gördüyünüz kimi pendir əriyir və dəhşətizm yeməyimiz hazır olur. Çox dadlı yeməkdir, əsl yay yeməyidir. Hazırlayın, evə gələn qonaqlarınızı da bu cür ləzzətli təamlarla sevindirə bilərsiniz. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə, yaxınlarınızla, əzizlərinizlə bölüşməyi unutmayın. Şərh etməyi unutmayın. Like etməyi unutmayın. Şərh yazıb like etməyi də unutmayın. Sağ olun, salamatla qalın.